Bali'dən salamlar dostlar, kanalıma xoş gəlmisiniz. Mən Əfsanə. Bir ildən çoxdur ki, Bali'də yaşayıram. Asiya ölkələrini tək səyahət edirəm və təcrübələrimi sizinlə YouTube kanalımda paylaşıram. Əgər kanalıma yeni gəlmisinizsə, kanala abunə olmağı, gələcək videolardan xəbərdar qalmağı unutmayaq və beləliklə mənə də dəstək olmuş olarsınız. Təşəkkürlər. İndi hal-hazırda Bali'də son 4 günüm qalıbdı. Bu sabah çox rahat yatmışam. Həqiqətən çox rahat qonaqlama evi idi. Detallı məlumat üçün öncəki videonu izləyə bilərsiniz. Çünki bu digər vlogun ardıdır. Bugün qaldığım qonaqlama evində dedilər səhər yeməyi var. Və rəyləri oxumuşdum ki, çox dadlı səhər yeməyi olur. Gedək görək necədir. Və ev sahibi özü hazırlayır. Görək necə bir səhər yeməyi qarşılayacaq bizi. Dostlar, gəldim indi səhər yeməyinə. Dayının xonasıdır bura. Buradan isə belə mənzərə var. Belə indi səhər yeməyi hazırlayacaq dayım mənim üçün. Laf özümü belə özəl yerlərdə hiss elədim. Qabaqda isə yollar var. Burada isə mən varım. Dostlar, dayı özəllərindən yemək hazırladı mənə. Bu meyvələrdir, papayadır, ananasdır, daramuttandır, bayıda gəlsəz. Dadına baxın, bir meyvədir yerli. Çox şirin, qəşəng dadı var. Bu isə bananlı pankek. Burada da kofemdir. Burada da mənzərəmdir. Arada öyrənmişəm ki, qabağımda burada meymunlar ormanı var. Ondan üstəydim. Deyir arada burada meymun gəl. Mən yedim yeməyimi yiyim, görüşəlim. Dostlar, yeməyimi yedim, gəldim. İlk dəfədir. İlk dəfə deyil, yəni çox nadir hallardadır. Bu qədər təmiz, ailəsi görürəm. Çünki ümumiyyətlə, ailədə biraz təmizlik məsələsi ona fərqli baxırlar. Çox şeylər mənim üçün şokiyə olubdu bura gələndən. Çox dəyişib mənim baxış açım, amma ümumən də əgər siz belə konfor, rahatlıq, təmizlik axtarırsınızsa, həqiqətən nadir yerlərdən gördüm ki, burada həqiqətən çox təmizkardılar. İkinci məsələ, əgər tək səyahət edirsinizsə, yəni bir xanım olaraq xüsusilə də, bu cür ailələrlə də homestaylərdə, guest house-larda qalmaq çox güvənilirdi. Çünki eyni ərazini bölüşürsünüz, onlar sizə hər şeydə kömək olurlar, həqiqətən ailə kimi olurlar. Çıxanda hara gedirsən, gəlməyəndə narahat olurlar, soruşurlar, kimi hallar olur. Bir müddət qalandan sonra ailə kimi olursunuz. Amma bunun ikinci məqamı da var ki, əgər siz xoşdursunuzsa, çox da belə əraziləri bölüşməmək, özəl alanınızın olmağını istəyirsinizsə, burada bir qədər özəl alan yoxdur. Yəni, məsələn, indi mənim qaldığım yerdə çox yaxşıdır. Belə balkonum var, otururam. Amma ümumiyyətlə mətbəxdir, həyətdir, belə hamısını paylaşırsınız. Bəzən balkon heç olmur. Ümumiyyətlə otağınızda keçirdirsiniz vaxtı. Bu kimi hallara baxın. Bir də mən Bali'də sevirəm ikinci mərtəbədə olmağı. Çünki ikinci mərtəbədə həm küləkli olur, sərin olur. Həm günəşin doğuşunu, batışını falan görə bilirsiniz. Həm də daha özəl alan olur. Çünki birinci mərtəbədə qalanda demək olar ki, ailə ilə iç-içə olursunuz da otaqda qalanda. Amma mən bir şey xoşduram ikinci mərtəbədə olmağı. Bir də üzərinizdə heç kim qalmır. Bəzən olur ki, turistlər falan gəlir yuxarıda qalanda. Bali'də bir çox evlərdə divarlar nazik qatlandı. Ona görə səsləri falan eşidirsiniz. Bir də mən xoşlamıram qonşuluğumda falan olsun. Məsələn, indi qaldığım yer idealdır. Əgər belə istəyirsinizsə, özəl alanınız olsun, kuxnanız, özünüzün hər şeyiniz, onda məsləhət görürəm ki, villa tutasınız. Amma hal-hazırda bəzi Bali stilindəki evlər hiss edirəm ki, bu il mən gələndə baxıram. Artıq evlərin içində mətbəx falan eləyirlər. Yəqin başa düşürlər, şu turistlərin tələbatlarına uyğun dəyişdirirlər. Bu da çox yaxşı bir faktdır ki, yəni nəzərə alırlar turistləri. Bəzi evlərin içində mətbəxi var, hamam, tualet, otaq, studiyo evlər kimi eləyirlər. Onların qiyməti bir qədər bu evlərdən bahadır.
Amma istəyirsinizsə bütün hər şey komfor olsun evinizdə, onda villalar tutmanızı məsləhət görərəm. Villalarda bizim pulla, Azərbaycan pulundan 1000 manatdan başlayır aylıq kirayəsi burada. Daha bəlkə 8-9-a tapmaq olar, amma uzun müddətli tutsanız 1000 manatdan başlayır, arta gedir. Burada ev tamamilə sizin olur, yəni villa kimi. Mini villalar olur, böyük villalar olur, havuzu olur içərisində. Otaqlar, hamam, tualet, kuxlar, təkcə siz yaşayırsınız orada. Heç villa tutmamışam doğrusu Balidə, çünki mənim hər zaman bura gəlmə məqsədlərim fərqli oldu. Mən ancaq bura təhsil almağa gəlmişəm, təcrübələr qazanmağa, ona görə pulumu daha çox nə şeylərə yatırdığım üçün villaya yatırmaq o qədər də mənalı görünməyib. Amma siz gələcəksinizsə bura istirahət eləməyə, mütləq ki, görərəm villa tərzi, xüsusilə də ailəli gəlirsinizsə. Amma mənim kimi xoşlayırsınızsa belə yerli mədəniyyəti öyrənməyi, təcrübədən keçirməyi, onda homestaylərdə, guest house'larda qala bilərsiniz. Çünki məsələn mən burada qaldığım yerdə çox yaşamışam Balinez ailələrindən. Çox şeylər öyrənmişəm. Onların mədəniyyətini, adət-ənənələrini. Çünki turistik başqadır. Həqiqətən iç-içə yaşayıb mədəniyyəti görmək başqadır. Ümumiyyətlə çox sakit təbiətli insanlardılar. Səs-küy salmazlar. Həqiqətən səndən maraqlanarlar. Mən Balidə bir Balinez ailəsindən yaşayanda o vaxtlar kiçik bir motor qəzası keçirmişdim. Motor sürürdüm onda. Mən necə qayğımla qaldılar, yaralarıma baxdılar hər gün. Belə özümü ailə evindəymiş kimi güvəndə hiss edirdim. Fərqinə vardım ki, dünən alış-verişdə yorulmuşam. Bugün lazımdır mənə nəsə pasiv dincəlmək. Ona görə də qərar aldım ki, Ubuddan 1 saat məsafədə olan Sanura gedim. Olur, tərəfləri mən çox bəyənirəm, çox sakitçilik olur. Orada belə güləşlənəcəm, dənizə girəcəm və o tərəfdə dəniz dalğasız olur. Okean yəni dalğasız olur. Ora belə əsl ada havası verir, qiymətlər daha uyğundur. Gedəcəm ora, dincəlim, kitabımı oxuyum, günəşlənim. Bazara sabah gedəcəm, çox güman ki. Elə, görüşərik Sanurda. Dostlar, 1 saat çəkən taksi ilə, motorbakla çəkən yoldan sonra gəldim, Sanura çatdım. Sanur mənim Ubuddan sonra ən sevdiyim yerlərdən biridir Balidə. Çox sakitçilikdir. Adətən daha çox yaşlı insanlar seçirlər burada istirahət eləməyi. Ümumiyyətlə, yaşlılardan da əlavə kimlər ki istəyir ki, bir dənə dayı keçdi. Bunlardan da əlavə daha kimlər ki istəyir pasiv, dəniz, qum, onlar buranı üstün tuturlar. Girişinə gəldik. Bura mənim çox sevdiyim adalar var Balidə, Cili adaları. Onlar haqqında ayrı video çəkərəm. Oranın mini versiyasını xatırladır mənə. Burada ümumiyyətlə dənizin kənarında çoxlu kafelər var. Hətta masaj falan da elətdirə bilirsiniz. İstəsəz velosiped götürüb bu sahil boyunca velosipedlərinizi sürə bilərsiniz. İndi mən bugün gəlmişəm daha çox pasiv dəniz kənarında uzanıb, günəşlənib, bir qədər kitab oxuyub, yemək falan yeyib. Ümumiyyətlə baxıram burada görüm menyulara. Çox qəşəngdir, çox sakitçilikdir. Burada da ümumiyyətlə okean dalğasızdır. Balidə ümumiyyətlə Baliyə, dənizə, üzməyə görə gəlirsinizsə çox da alınmır. Çünki çox dalğalıdır. Bura adətən sörf eləmək üçün gəlirlər. Amma Sanur tərəfdə baxın, dalğasızdır.
rahatlıqla üzə bilirsiniz. Mənim kimi yaxşı üzə bilməyənlər belə üzə bilər. Və ümumiyyətlə Sanurdan da, Sanur burada gəmi, qayıqların limanı var. Oradan digər adalara gəlib belə buradan gedirsiniz. Çox əlverişli bir location. Hətta burada da sörf eləyirlər. Mən ümumiyyətlə iki cür istirahət var da. Bir gəlib belə şenzoklar falan götürə bilirsiniz orada. Bu arada turistlərə 2 qat qiymət deyirlər həmişə. Bilin ki, yarı-yarıya olur qiymətlər. Keçən il 5K falan verirdim, səhv eləmirəm 50K, yəni ki 5 manat falan verirdim. İndi bugün düşünürəm ki, ya burada dəsmalımı atıb üzərində uzanmaq ki, çox zaman belə eləyirəm, xoşuma gəlir. Ətrafda insanlar olmur sakitcə. Ya da ki, gedib şenzoklar götürüb orada uzanmaq. Amma bugün hiss elədiyim dəsmalımı atıb buradaca uzanmaq. Nə yaxşı elədim ki, bugün bura gəlməyə qərar verdim. Düz 1 saat yol gəldim, mənə dəydi. Buradaca da oturub güneşlənərəm. Amma bir məsələlə düşünürəm, görəsən yağış yağacaqmı? Yağmaz. Yağsa da vuracaq, dəsmal qoyacaq. Belə. Sonra da bir qədər suya girim, gedəcəm kafelerin birində yemək yeməyə. Bir də orada mol var. Mola gedəcəm bugün. Molu da çəkib göstərərəm. Bəlkə nəsə görsəm alaram. Yeməyi də bəlkə molda yeyərəm. Keçən il molda bir sushi yerinə getmişdim, bəyənmişdim. Bəlkə ora gedərəm. Görüşərik. Mən gedim biraz dincəlim. Dostlar, Bali nə qədər güvənlidir desəz. Buraca attım sumkalarımı, bütün əşyalarımı. Getdim, dənizə girdim. Ətrafda demirəm, heç kim yoxdur. Yəni, mənim olduğum hissədə. Heç nə, rahatca qoyub, gedib gəlirsiniz. Və verdiyim ən qəşəng qərar oldu. Bugün gəlmək üstündə çox qəşəngdir. Qəşəng, belə hafif rüzgar var. Belə uzun yoldan da sonra çox qəşəng gəldi. Ümumiyyətlə, adaya köçəndən sonra ən xoşuma gələn aktivitəyə gəlib belə okean sahilində uzanıb, dəsmalını yerə atıb, kitabını gətirib sadəcə günəş hiss eləmək, su hiss eləmək və kitabını oxumaq sakitçilikdə, təbiətin səsini dinləmək. Mənə görə mənə ən yaxşı gələn dincəlmə metodu budur. Qumda, torpaqda ayağını hiss eləmək, sanki yenilənirsən. Belə dostlar, mən suya girdim, kitabımı oxudum, özümə gəldim. İndi bir 5-10 dəqiqə gedəcəm yemək yeməyə. Yemək yiyəcəm, bir qədər gəzəcəm sahildə. Sizə molu göstərəcəm, buradakı molu, biraz mağazalara falan baxacam. Ardından da axşam sunseti izləyəcəm və qayıdacam Ubud'a. Çünki qalacağım yer Ubud'dadır. Hava da bugün qəşəng günəşli oldu, yağış yağmadı, qəşəng günəşlənə bildim. Ümumiyyətlə, bir mövzu haqqında danışmaq istəyirəm. Mən bunu paylaşıram, ürəyinin səsini dinləmək, ehtiyaclarını dinləmək. Bugün səhər tamam planım başqaydı. Amma yuxudan oyananda gördüm ki, tamamilə fərqli hiss edirəm. Bugün bədənimin ehtiyacı fərqlidir, ruhumun ehtiyacı fərqlidir. Və tamamilə planımı dəyişdirib gəldim Sanura. Və burada olarkən fərqinə vardım ki, ehtiyaclarım ödənir, bədənim, ruhum rahatlaşmış hiss edir. Çünki bugünün ehtiyacı buymuş məndə. Belə, ona görə də bu mənim 1 saat vaxtım aldı burada arada. Bəzən olur ki, mən 5-10 dəqiqə başa düşə bilirəm ki, nə istəyirəm. Bəzən isə otururam həqiqətən 1 saat özümlə, bədənimlə, zehnimlə, ruhumla ki, bugün nəyə ehtiyacım var. Və ehtiyacımı başa düşəndə onu eləməyə başlayıram. Özümü nəyəsə məcbur eləmirəm. Bu eyni ilə də görüşmək ola bilər kimləsə, harası getmək olar. Həyatını yox demək, nəyəsə yox demək
və özümə hə demək mənim həyatımda çox böyük dönüşüm yaratdı. Ona görə də özümü məcbur eləmirəm istəmədiyim yerlərdə olmağa. Həqiqətən vaxtımı keçirmək və yaxud da tək qalmayım, tək gəlib bu aktivitəni eləməyim deyə insanlarla görüşməməyə başlamışam. Bunun yerinə həqiqətən bir insana dəyər verirəmsə, görmək istəyirəmsə, onu görmək üçün ona yazıram ki, sənə görüşmək istəyirəm. Amma ki, də gəlib özümlə tək vaxt keçirməyi çox sevirəm. Məncə özümüzü belə başa düşürük, nə istədiyimizi belə başa düşürük. Bir dəfə bir dostum mənə sual verdi ki, sən nə zaman öz sevgini, özünü tanımağa başladın? Mən dedim ki, özümlə vaxt keçirməyə başladıqda, aylarla mən səyahət etdikdə başa düşdüm ki, mən nəyi sevirəm, nəyi sevmirəm. Ən kiçik detalından tutmuş, ən böyük məsələlərə qədər. Belə, indi gedim yemək yiyeyim. Bunu da ürəyimi dinləyərəkdən gedirəm ki, okey, bugün nə yemək istəyirəm? Doymaq üçün deyil də, həqiqətən hiss eləmək üçün, bədənimi qidalandırmaq üçün. Nəyə ehtiyacım var bugün? Onu da biraz hiss edib, gedib ona uyğun yiyəcəm. Belə. Biraz ətrafı çəkim göstərim. Çox sakit. Sakitçiliydi bu tərəflər. Burada isə belə sörf məktəbi var və padel. Kimlər istəsə belə dərslər ala bilirlər. Üzr istəyirəm, burada sörfdən daha çox padellə üzürlər. Suyun içində də balıq tuturlar. Sonra belə turlara gedə bilirsiniz botlarla. Çox qəşəng. Ətrafda itilər gəzişir. Mən bir müddət Canquda yaşamışam, Uluvatın falan da gəzmişəm. O tərəflər daha çox gənclər və parti, daha çox da səs-küylü, daha samur. Həm girib dənizdə üzə biləcəyiniz, həm sakitcə günəşlənə biləcəyiniz. Çox qəşəngdir. Yəni, məsləhət görürəm. Yəni, 1-2 gün belə pasiv istirahət eləsəz, buralar məsləhət görürəm. Dostlar, çimərlik tərəfdən gəldim, yol tərəfə indi. Ətrafda kafelərdir, çox sakitçilikdir. Ümumiyyətlə, indi low sezondur həm də. Ona görə ekstradan insanlar azdılar. Amma ki, yayda bura daha çox insan olur. Amma dediyim kimi, Balinin digər tərəflərinə nisbətən burada daha az insan olur. Daha çox otellər, belə pasiv gəlib hovuza dənizə girə biləcəyiniz pasiv istirahət. Velosiped də götürüb buraları belə velosipedlə kəşf edə bilərsiniz. Sol tərəfində hovuzlu bir oteldir. Və ümumiyyətlə Balidə çox belə səki falan yoxdur gəzməyə. Amma burada var. Bir də ümumiyyətlə mağazalar falan daha uyğun olur, burada daha baha olur. Yadıma gəlib burada mən bir dəfə belə acil bir şey almalıydım, kofta. Baxmışdım, qiymətlər çox uyğun idi. Hər tərəfdə Balidə belə yerlərdə offeringlər görə bilərsiniz. Hər evin qarşısında, restoranların qarşısında. Buradakı huzuru oturmaq istəyərdim. Sakitçiliyi. Uzun bir sahil var. İndi yeriyə mola gedəcəm. Baxın, sahillər bomboşdur. Yəni, rahatlıqla gəlib burada istirahət edə bilərsiniz. Və yaxud da istəsiniz belə şenzonqlarda götürüb. Bura nə qəşəngiymiş.
səliqəlidir. Belə başa düşürəm, otelin tərkibinə daxildir bura. Elə düz başa düşürəm, deyirəm nə yaxşı insan azdır. Ancaq otelə gələn insanlar burada dincələ bilərlər. Elə uzun bir gedəcəm belə hər tərəfdə velosipedlərdir. Ümumiyyətlə bir məsələ də var ki, burada Samur daha sahilə yaxın olduğu üçün restoranlarda daha çox dəniz məhsulları, balıqlar, krevetkalar və daha başqa yeməklər, dəniz məhsulları daha çoxdur. Bu isə icarəyə götürmək üçün olan velosipedlərdir. Hətta uşaqları da tutuşdura bilirsiniz, yer düzəldirsə. İstəsəz də burada sörf dərsləri də var. Saatlıq elə müəllimlə bərabər götürürsünüz. 1 saat, 1 saat yarım, 4 saatlıq belə var. Götürüb sörf öyrənə bilərsiniz. Mən Canquda yoxlamışam. Canquda qiymətlər daha da münasib idi. Burada bilmirəm necə olur sörf, amma var burada da. Qiymətinə baxdım, 50 manat civarıdır, amma Canquda mən 35 manat eləmişdim deyəsən. Yəni yadımda ki, dəqiq daha uyğun idi. Sonra belə yol kənarında kiçik kofe shoplar, bakerylər. Daha yerli məhsul almaq istəyirsə bir kiçik budqalar, meyvələr, atışdırmalıqlar. Və burada kiçik belə yerlilər gətirir, məhsullarını da satırlar. Daha çox fast food, nədir? Bal var burada. Ne qədər arı var idi. Bal pətək. Dostlar, bir də baxdım ki, qoluma bir dənə arı qolum bu pətəklərdən. Nəysə, uçdu getdi. Evet, gözümü kəstirdiğim bir restoran yoxdur. Ona görə də nə edəcək, gedəcək mola. Belə vlog çəkəndə utanırdım. İndi maraqlı gəlir mənə. Yəni, onsuz bayıda heç günəşi yoxdur. Özüm üçün neymişsən elə. Dostlar, gəldim çatdım mola. Fikir verirəm ki, bu tərəflərdə daha çox yerlilərdir. Bizdən öncəsə mol çox gedilən yer olduğu kimi burada da elə daha çox yerlilər gəlir. Molun yerini göstərəcəm. Burada sahildir, dənizdir, çimərlikdir. Buradan gəlirsiniz. Burada moldur. Yuxarıdan çox qəşəng görüntüsü olur. Çəkib göstərəcəm. Xeyli də piyada yerimişəm. Görək yeni nələr açılıb burada, nələr dəyişib. Keçən il bura təzə açılanda gəlmişdim. Ondan bu tərəfə heç gəlməmişəm. Və acam, görüm qəşəng nə yeyə bilərəm. Birinci nəsə yiyəcəm, sonra ətrafı gəzəcəm. Bağlı indirim falan koymuşlar. Paltarlar, giyimler, mağazalar. Bizde yeni ilde indirim olan kimi burada da yeni ilde diye her şey indirim var. Düzdür, mən almağa nəsə ihtiyacım yoxdur, amma baxıram ki, hər şeydə 50% falan qədər indirimlər var. Mən kramoy qalxıram yemək yerinə. Çünki əsas məqsəd yeməkdir. Sonra da ətrafı gəzmək biraz.
dostlar. Yemək yeməyə bir Yapon restoranına gəldim. Keçən il eyni yerə gəlmişdim. Gəzdim digər yerləri. Amma ac edim deyə. Okay, thank you. Keçən il Gəlkidə sushi yemişdim. Ac olanda işi risk atmıram. Gəldim yenə eyni yerə. Bir sushi, salmonla, seafoodla. Burada da maraqlı bir şey götürmüşəm. Düyü, toyuq, yanında gyoza, salat. Belə. Qiymətlər də ki 5 manat, 4 manat. Dostlar, bakın çox bəyəndim. Bu arada tuz bəzmindən yaponlar oturmuşdu. Onlara baxıb düzgün chopstick tutmaq öyrənmişəm. Mən tuturdum amma baxdım ki, onlar həqiqətən nətər tutulur. Çox rahat imiş bu cür tutmaq. Yemək bu arada çox ləzzətlidir. Yaxşı ki, bura gəldim. Baxdım ki, chopstick tutanda özlərinə əziyyətə salmırlar. Gördüm ki, parmaqlarınca yerləşdirirlər. Mən deyini sinirdim. Çox rahat imiş bu cür tutmaq. Olda açılan mənzərə. Ramolun içidir. Bura isə açılan mənzərə. Molları çox da sevmirəm. Ona görə yemək yedim, çıxdım, yəni gəzmədim. İndi ətrafı gəzək, görək nə var başqa. Buradan marojna satan yer var. Molun yuxarısından görünən mənzərənin yanına gəlmişəm. Burada insanlar otururlar axşam, dincəlirlər. Gün vaxtım olacaqmı deyə düşünürəm. Bugün görünən odur ki, olmayacaq. Dostlar, bayaqdandır, bir neçə dəqiqədir. Ayağımın altında ilan var imiş. Və onun üstündə oturmuşam. Bir də görürəm yanımda bir qızla program mənə çağırır ki, ayağının altında ilan var. Üstündəcə oturmuşam bayaqdan. Zəhərli olacağını düşünürəm, onlar da tərpənir. Və mən bayaqdan orada oturmuşam. Düz onun ayağımın altındaymış. Bəlkə də bunu özüm çağırmışdım. Və həyat da göstərir ki, heç bir təhlükə yox dərsən. Is it okay? Dostlarım, ümumiyyətlə gəlsəz, belə barbekü eləyirlər axşamlar. Mən toxam yoxsa gəl burada yeyərdim. Çox qəşəng olur. Dənizin elə kənarında çox qəşəng barbekü falan eləyirlər. Bu tərəfə heç mən gəlməmişdim. Axşam bazarıdır, hər tərəf barbekü.
qarğıdal eləyirlər. Aslında qarğıdalın dadına baxmışam. Çəkək biraz buralar. Ayda ümumiyyətlə burada qarğıdalını sosla eləyirlər. Acılı sos çəkirlər üzərinə. Bir də yağla eləyirlər. İndi yadıma düşür. Yemişəm öncə. Hə. I'm just, is it okay? Böyle bu şəkildə soslarla eləyirlər. Çox dadlı olur. Thank you. Dayısı çağırdı ki, geçək. Mesela çox sevirəm sahil kənarı olan yerləri. Axşamlar belə qarğıdallar, gün batımı. Mən Cangıda yaşayanda hər gün belə keçirdi. Amma Cangı indi çox sıxılıqdır, çox turist var orada. İndi baxıram Sanurda da axşam vaxtı adamların sayı çoxalır. Günorta azı idi. Bir də mən yuxarı tərəfdə oturmuşam. Aşağı tərəfdə su daha təmiz imiş. Onu gəzəndə fərqinə vardım. Amma olsun, sakitçilik idi mən tərəf. Mən də gəldim, ortaya qədər yeridim. Oturdum sahildə, daşların üstündə. Bir qədər izləyəcəm. Günəş batımı olmayacaq, bugün bulutludur. Bir qədər dənizi, dalğalarını izləyib, sonra da qayıdırdı da. Günəş bu tərəfdən batacaq, batsa. Görək. Elə dostlar, burada yavaş-yavaş bağlayım vlogu. İzlədirsə, maraqlı gəldisə, bəyənməyi, səhifəyə abunə olmağı, paylaşmağı unutmayaq. Dəstəklərinizi gözləyirəm. Suallarınız da varsa, suallarınızı yazın komment bölməsinə. Onunla bağlı da videolar çəkim, cavablandırım hamısını. Özünüzə yaxşı baxın. Növbəti vloglarda görüşərik.